Hiç düşündünüzmü, ölen bir insanın evində niyə qazanlar qaynayır? Biz yas saxlayırıq, yoxsa adət yerinə yetiririk? Bir evdə ölüm varsa orada qazan səsi yox, dua səsi olmalıdır. Bir ailə ağlayır, biz isə menyu danışırıq. Bu yasdır, yoxsa gizlədilmiş toy? Bu nə dərddir, bu nə insafdır? Ölən var, amma biz yemək dərdinə düşmüşük. Qəbir qazılır, biz isə süfrə planı qururuq. Yas evi ibadət yeri olmalı ikən biz onu restorana çevirmişik. İnsan doğmasını itirəndə dünyadan qopur. Hər şey mənasını itirir. Nə iştah qalır, nə hal, nə güc. Amma təəssüf ki, bəzən biz bu acının içinə kənardan elə qaydalar gətiririk ki, dərd qalır bir kənarda, düşürük süfrə təlaşının içinə. Evdə cansız bir bədən var. Biz isə bazarlıq siyahısı tuturuq. Kim gələcək, neçə kilo ət alaq, neçə qazan aş bişsin, süfrə zəif olmasın. Dərd yaddan çıxır, düşürük menyu davasına. Yas sahibi əzizini itirib, biz isə ondan qazan qaynatmağı gözləyirik. Adamın dünyası dağılıb, biz deyirik, plovun yağı azdır. Bu yasdır, yoxsa toy? Deyin görək, ölü aş istəyib, qəbir plov gözləyir, ruh kabab qoxusu ilə sevinir? Əlbəttə ki, yox. Bəs bütün bunlar nə üçündür? Tək bir səbəb, cəmaət nə deyər? İnsanlar danışmasın deyə borca giririk. Kredit götürürük. İmkansız ailəni daha da əzirik. Nəticədə yas sahibi 2 dəfə yanır. Həm dərddən, həm borcdan. Dərdinin üstünə bir də maddi yük gəlir. Sonra da adına ehsan deyirik. Savab israfla olmaz, savab göstərməklə olmaz, savab nümayişlə olmaz. Dinimiz bunu istəmir. Peyğəmbərimizin dövründə yas sahibi yemək bişirməzdi. Əksinə qonşular onlara yemək aparardı. Çünki yas evi yemək verməz, yas evinə yemək verilər. Yas nümayiş yeri deyil, yas göstəriş yeri deyil, yas yarış yeri deyil. Yas bir qəlbin sınmasıdır, bir ananın göz yaşıdır, bir atanın səssiz fəryadıdır, bir ailənin içində qopan səssiz fırtınadır. Belə bir gündə o insandan süfrə gözləmək nə dərəcədə doğrudur? Unutmayaq, ehsan təkcə aş bişirmək deyil, həqiqi savab qazanmaq istəyirsənsə, həqiqi ehsan vermək istəyirsənsə, bir yetimi sevindir, uşaq evinə dəstək ol, kasıb bir ailənin süfrəsini doldur, bir tələbənin təhsil haqqını ödə, bir xəstənin dərmanını al. Bax, əsl ehsan budur. Mərhumun ruhuna çatan əməl budur. Allah süfrənin böyüklüyünə baxmır, niyyətin təmizliyinə baxır. Ölülərimizin ruhuna ən böyük hədiyyə qazan yemək deyil, səssiz verilən bir sədəqə, gizli edilən bir yaxşılıq, bir kasıbın Allah razı olsun duasıdır. Xülasə, dərdli insana süfrə açdırmaq zülümdür. Onu cəmaət nə deyər qorxusu ilə borca salmaq vicdansızlıqdır. Ehsan sadəcə qazan qaynatmaq deyil, bir qəlbi isitməkdir. Gəlin adətlərimizi mənəviyyatla birləşdirək, göstərişlə yox. Gəlin göstərişi ibadət sanmayaq, ölümü şouya çevirməyək, yası adətə qurban verməyək, ehsanı israfa çevirməyək. Çünki Allah israf edənləri sevməz.